Salam əziz və dəyərli şagirdlər, dəyərli izləyicilər. Bu günlərim sizə 9-cu siniflərə dəstək məqsədi ilə bir ümumi sınaq izahı verəcəm. Sınaqda sadəcə listening izahını verməyəcəm. Təəssüf ki, ona da hal-hazırda bu QR koddan istifadə edib daxil olaraq sualları yaza bilərsiniz. Kiçik mətnlər və belə desək, qrammatika və ümumi digər mətnin izahını verəcəm. Sadəcə burada bir listing qalır. Onu da sizin öhdənizə buraxıram. Cavabları isə videonun açıqlama qismində qeyd etmiş olacağım. Deməli, başlayaq 5-ci sualdan artıq. Dear, read out the short text and answer question. Baxaq. Dear John, I hope this message finds you well. I am writing to tell you about an amazing adventure I had last weekend. My family and I went hiking in the mountains. The views were breathtaking and we enjoyed a wonderful picnic at the summit. It was the deal filled with the laughter and joy. I'll never forget the beauty of the landscape and quality time spent with my loved ones, your friend Emily. Baxaq ilk öncə bunun tərcüməsinə görək və hansı məsələlərdən danışır. Ondan sonra sualımızın izahına keçək. İlk öncə deyir, əziz John, ümid edirəm ki, bu yazı sənin üçün yaxşı olar. Deyir, mən keçən həftə sonu inanılmaz bir macəra haqqında yazıram sənə. Ailəm və mən dağlara gəzintiyə çıxdıq. Mənzərə çox gözəl idi. Zirvədə möhtəşəm bir piknik elədik. Bu gülüş və sevinç dolu bir gündür. Mən bu gözəlliyi sevdiklərimlə keçirdim dəyərli vaxtı. Heç vaxt unutmayacağam. Dostun Emily. Deməli, məsələni Emily yazır. Deyir, John went hiking with Emily and her family. Deyir, John gedir dağda gəzməyə, Emily və onun ailəsinə. Xeyr, John heç yerə getmir. Onun üçün A variantını buradan çıxacağıq. Sonra baxaq, Emily shares her hiking adventure with John. Deyir, Emily paylaşır onun maraqlı, yəni macəra, yəni gəzinti macərasını Johnla. Bəli, onu yazırsa deməli cavab B ola bilər. Yəni C-nin səhvləri. Emily family did not enjoy. Xeyr, hamısı belə ümumilikdə həzz alırlar məsələdən. Bax, burada deyir ki laughter and joy, I will forget beautiful landscape with spent my loved ones. John is planning hiking. Yəni John burada heç bir plan qurmur. Emily and Joy was boring. Boring çox səhvdir. Versiya səhvdir. Əksidir əslində məsələ. Cavab olacaq B variantı. Baxaq 6-cı suala. 6-cı sualda looking for a part-time barista for a downtown cafe must be available on weekends. Experience in making coffee is a plus. Friendly and reliable individuals preferred. Burada da barista axtarırlar part-time işləmək üçün. Deyir, komandamıza qoşulmaq üçün dostcanlı və etibarlı bir baristadır. Axtarırıq, nə doğrusu da, yəni downtown cafe üçün. Deyir, experience coffee düzəltmə təcrübəsi bir plusdur, dostcanlı, etibarlı deyirlər. Yəni, bugün deyir, müraciət elə. Baxaq məsələyə. Deyir ki, experience in making coffee required. The barista must be available on weekends only. Deyir ki, downtown yarımştat barista axtarılır. Həftə sonu işləməyə hazır olmalısınız. Kafe hazırlanma təcrübəsi üstünlükdür. Dostcanlı və etibarlı şəxslər tərcih olunur. The barista must be available on weekend days only. Yox, only yox, hazır olmalısınız. Yəni, həmən günlərdə olacaq deməkdir. Baxaq. A olmaz, B olmaz. Experience making coffee is required. The barista position is full-time. Full-time yox. Burada görünsün part-time deyir. C-də getdi. A part-time barista for weekend is needed. Deyir, part-time barista
Həftə sonları da ehtiyac ola bilər. Bax deyir ki, burada must be available, yəni ehtiyac duyula bilər sizə. Ona görə cavab olacaq D variantı. Baxaq 7-yə. 7-də isə deyir ki, welcome to the Music Academy. We offer various music courses for all age groups. Our classes cover different instruments, including piano, guitar, and violin. Our instructors and professionals, musicians, with years of experience. We also provide opportunity for students and perform concert and recitals. For more information, visit our website. Burada isə musiqi məktəbindən söz gedir. Görək musiqi məktəbində olan məsələlərdən necə danışır. Baxaq. Deyir, Musiqi Akademiyasına xoş gəldiniz. Biz bütün yaş qrupları üçün müxtəlif musiqi kursları təklif edirik. Dərslərimiz piano, gitar, skripka və fərqli əhatə edir. Bütün müəllimlərimiz peşəkar məşqçilərdir. İllərlə təcrübəyə maliklər. Həmçinin tələbələrlə konsertdə və resitallarda çıxış etmə imkanı təqdim edirik. Ətraflı məlumat üçün veb saytımıza daxil olun və yaxud da nə bilim baş çəkin və s. Deməli, burada only adults yox. Only adults yox. Burada deyir ki, bütün yaş qrupları A variantını çıx. The Music Academy doesn't not. Xeyr, burada deyir ki, perform concert recitals. Bir də getdi. Students can learn multiple instruments academy. Necə olar? Yəni deyir, öyrənirlər bunlar deyir. Different alədir. Yəni müxtəlif alətləri. Some instructors at the academy are not professional. Bax deyir ki, burada all our instructors are professional. All. Yəni burada hamısı professionallar və çoxlu təcrübələri var. Dedi, getdi. Information about the course cannot be found online. Deyir, yəni online məlumat ola bilməliyik. Amma axırda bizə nə deyir? For more information, yəni əlavə məlumat üçün web saytımıza daxil olun. Web saytda online bir platform olduğuna görə burada cannot be artıq məsələni pozur. Cavabımız olacaq C variantı. Bu 3 mətn 3 də çox sadə idi. Həqiqətən belə baxanda heç çox tərcümə yox. Yəni bir minimalist bir tərcümə olsaydı tapılası suallardı. Yəni sadə idi, çox da çətin değildi. Gəlin baxaq hal-hazırda bizim mətnimizə. AI ilə, yəni süni intellektlə bağlı bir mətindir. Baxaq. The AI has evolved over past few decades, transforming various institutions and aspects of daily life. AI refers to the simulation of human intelligence and machines that are programmed to think and learn from virtual assistants like Siri and Alexa to advanced machine learning algorithms that drive AI is becoming an integral part of modern technology. Görək birinci məsələlərdə AI haqqında nələrdən danışır. Deməli yoldaşlar, burada deyir süni intellekt bir neçə 10 illikdə sürətlə inkişaf edərək müxtəlif sahələri gündəlik həyatın bir aspektidir. AI insanların intellektini maşınlarla simulyasiya etməkdir. Siri, Alexa kimi virtual köməkçilərdən tutmuş, avtonom nəqliyyat vasitələrini idarə edən inkişaf etmiş algoritmlərə qədər var. AI müasir texnologiyanın ayrılmaz bir hissəsinə çevrilir. Yəni burada İlkin mərhələdə AI haqqında bizə bir məlumat verir. One significant advancement in AI is natural language processing, which enables machines to understand and respond to human language. This technology is used in various applications such as chatbots, translation service, and voice activate systems. To the progress in AI and the machine learning continues to accelerate, opening new possibilities and ethical considerations. Baxaq, deyir AI mühüm irəliləyişlərdən biri kimi dilin işlənməsidir və maşınların insan dilini anlamaq və cavab vermək imkanı verir. Bu texnologiyada müxtəlif tətbiqlərdən istifadə olunur. Məsələn, chatbotlar, tərcümə xidmətləri, səsli aktiv
aktivləşdirən sistemlər, AI və maşın öyrənməsindəki irəliliklər davam edir, yeni imkanlar və etik məsələlər açır deyir. Baxaq birinci suala. Birinci sualda bizdən yanlış cavab istəyir. Baxaq. AI simulates intelligence in machines deyir, bir simulyasiyadır. Bu simulyasiya məsələsini baxın, burada qırmızı qələmlə göstərəcəm. Refers or simulation human intelligence in machines that's programmed to think and learn. Burada göstərir. Onun üçün A variantı doğrudur. A variantını çıxacam. Siri and Alexa are examples of AI deyir. Siri və Alexa AI-yə nümunədir. Bəli, burada deyir Siri və Alexa kimi from virtual assistant, yəni bunlar bizim virtual köməkçilərimizdir. AI no application, daha doğrusu dilim söz tutmadı, application bax burada da C variantında has no verib. No məsələni pozur. Çünki burada var idi bu. Bir də saniyə bunu da göstərim. Baxın, advanced machine learning algorithm bizə logic burada haradaydısa, deyəsən ikincidədir. Yoxsa var idi bu. Bəli, bu deyir burada var. Ona görə cavab səhvdir. C variantında deyir ki, avtonom nəqliyyat vasitələrinin tətbiqi yoxdur, amma əslində var da, yəni ona görə cavabımız olacaq C variantı. Enables machines understand human language, bu da 2-də də var. İlk cümləsindən görürük. AI becoming a key part of, bəli, açar məsələlərdən biridir. O da son cümlədə var. Ona görə 8-də cavabımız olacaq C variantı. Baxaq 9-cu suala. Deyir, mətin nə haqqındadır? Mətin konkret AI haqqındadır. Belə AI cavabı yoxdur. Variantlarda AI cavabı olmadığına görə gəlin axtaraq. History of AI. Yəni buraya AI-nin tarixindən çox da heç, yəni demək olar ki, danışılmadı. Öncə qələmimizin rəngini dəyişək. Sonra məsələn baxaq the advancements and applications of AI. Yəni bu ola bilər, yəni AI-in irəliləyişləri və tətbiqləri ola bilər. Gəl bunu saxlayaq. The role of AI yox, rolundan danışmadıq da AI-in bu avtomatik məsələlərdə. C sadəcə bir cümlə kimi. Bir cümlədir. Bir cümlə ümumi mainly about ola bilməz. Yəni gəl ümumi əhatə eləsin də onu. The challenges faced by AI developers. Developer nədir? Yəni inkişaf elətdirən şəxslər. Şəxslər haqqında ümumiyyətlə yox idi. The future prospects of AI, yəni gələcək haqqında da, ümumi gələcək haqqında danışma. Sadəcə indiki məsələləri və tətbiqləri və irəliləyişlərindən danışılırdı. Onun üçün cavabımız olacaq B variantı. 10-cu sualda nə deyir? Deyir, NLP maşınlara nəyi etməyə imkan verir? Aha, baxaq. İlk öncə görək NLP-dən harda danışılır. İcazənizlə bunu siləcəm, çünki daha yaxşı görək. Mavi görünüşündə baxaq. There one science advancement AI is natural language processing, which enables machines to understand, respond human language. İnsanların əsas dillərini öyrənmək üçündür. Natural language processing deməkdir. Baxaq. Build with physical robots. Təbii ki, yox, yəni fiziki robotları tikmək üçün deyil. Play chess, yəni heç əlaqəsi yoxdur mətndən, heç yəni belə baxanda mətndə heç şahmatdan danışılmadı. Drive cars deyil, çünki drive carsdan da yox idi məsələ. Cavabımız C variantı olacaq. Human language, mətndə də görürük, C variantı olacaq cavabımız. Professor E variantı deyil. Baxaq 11-ci suala. Mətnə deyir, əsasən cümləni tamamlayın. AI is transforming various industries by. Deyir, AI müxtəlif sahələri dəyişdirir. Nə vasitəsilə baxaq. Simulating human intelligence deyir, insanların düşüncələrini simulyasiya eləyir. Ola bilər. Biri götürərəm.
Creating virtual assets. Burada neyse değişmir ama building physical infrastruktur, yəni fiziki infrastrukturdan da ümumi heç bir şey yox idi. Dedi, üçləri adlasaq 11-ci sualda. İki də yəni virtual assistantları yaratmır. Və yaxud da bundan nəyəsə dəyişmir. Onun üçün cavabımız olacaq Y. They enable machine learning algorithms. Bəli, bunlar da hamısı mətndə var. Məsələn, burada mən bir yerdə xatırlayıram. Learning algorithms və s. axır. Baxaq 12-ci suala. Deyir, düzgün cavabları seçin. Əla. Düzgün, no ethical consideration. Burada heç no artıq səhv çıxardır. Axırıncı cümləyə baxsaq, bunun səhv olduğunu görərik. Biri çıxaq, variant sualı deyil. Virtual assistant like Siri and Alexa examples for AI. Bəli, bunu həm də məsələn B-də də düzgün variant kimi götürmüşdük ki, Siri and Alexa examples for AI 2-ni götürəcəyik, yəni nümunə götürə bilərik. 2 götürək. NLP, yəni Natural Language Processing is not advancement in AI. Not, yəni hissəcəyi burada bizi pozur. Çünki baxın, which enables machines to understand and respond human language. Həmçinin baş cümlənin başına da baxın, başqa rənglərini göstərəcəm sizə. One. Yəni, onun üçün 3-ü də çıxacaq, qalacaq bizə 4. 2 və 4 variantı ən düzgün variantı. Deməli, dəyərli yoldaşlar, suallar artıq bitdi. Baxaq, yavaş-yavaş biz qrammatika suallarının izahına, mətnlərinin işi, mətn sadə idi, açıq deyək. Yəni, çox da, yəni tərcümə belə olmasa, yəni qısa bir temalardan artıq məsələləri tuta bilirdik. Baxaq artıq qrammatika suallarının cavabına. İlk öncə baxaq 13-cü suala. Yenə formal breakfast-dən heç nə qoyma. In this morning because I was, ilk dəfədə danışırıq deyə a hurry D variantı olacaq. Baxaq 14-cü suala. Possessive case sualıdır. İlk öncə mən hər zaman demişəm ki, were gördüyün əlavə bir xəbər varsa, biri 90% götür. Hələ səhv də ola bilər, prosta hələ ki, biri götürək. Amma dübbələn düzdür. Baxaq. The new rooms large. Demişik ki, apostrof S-dən sonra sifət gəlməz. Sifət plus isim gələr, amma sifət gəlməz. Burada da and light var, yəni bir isim də yoxdur ki, mən bunu ismi birləşmə adlandırım. 2-ni çıxaq. Let bərabərdir asa, ona görə 3-ü də çıxardaq. 2-yi çıxan kimi cavab məncə alınacaq. Gördüyünüz kimi cavab A variantı çıxdı. Amma gəlin biz 5-in də səhvinə baxaq. Özündən sonra ING gəlib, bu artıq nədir? Continuous, yəni davam edici zaman forması. 4-də də özündən qabaq miqdar sayı gəlib və cəmlənib. S apostrof olub, 4-də götürəcəyik. Cavab olacaq 1, 4, yəni A variantı. Sadə bir sual idi. Baxaq. Verb deyir, bizə düzgün feilin formasını seçməyi bizdən tələb eləyir. Baxaq. Görək burada bizim açar sözümüz nədir? Baxın. Əgər 2 feil, burada heç bir açar sözü heç yoxdur, feil yanaşı gələrsə, onların arasına to hissəciyi qoyulmalıdır. İndi burada çox adam meydi görüb, ağlına kompleks obyekt gəlib, adi bir give verə bilər. Bu cavab səhv olacaq. Çünki obyekt olması üçün, yəni mürəkkəb tamamlıq yazmamız üçün belə olmalıydı. Made obyekt halda olan söz, ondan sonra fiil gəlsəydi, həmən bura give verərdim. Amma 2 fiil artıq yanaşı gəldiyinə görə burada to ilə işlənən to give feilini əlavə edəcəm. Cavab olacaq C variantı. Baxaq yoldaşlar 16-cı suala. 16-cı sualda isə baxaq, burada yəqin ki, sifət və yaxud da zərfi təyin etməli. Understand feil var. Understand feili olduğu üçün
Biz bura nə verə bilərik? Biz bura verəcəyik artıq zərf. Çünki understand bizim o bağlayıcı fiillərimizə də aiddir. Yəni become, to be, taste və s. bunlara aid deyil. Bilirsiniz ki, onlar olanda sifət işlənir. Amma burada zərf işlədiləcək. Bu, yəni şəksiz məsələdir. Burada da well, there, no. I understand English much. Deyir, mən başa düşə bilmirəm. Başa düşürəm ingilis dilini. İlk öncə baxaq. Burada choose the correct variant deyir. Deməli, yoldaşlar, burada zərf olduğuna görə easily D, Y, B-ni çıxacam. Will the kontekstə uyğun gəlmir, yəni I understand English much ümumi uyğunluq olmadığına görə cavab verəcəm. C variant tərcüməyə. Baxıram 17-yə. Ya Allah'ın adı. 17-ci sualda nə istəyir bizdən? 17-ci sualda yəni düzgün variant istəyir. Bu sual sözləri falan, sual cümlələrinə aid bir sual. Baxaq görək. İlk öncə birbaşa mübtəda gəlib. Mübtədanı çıxardaq. Diddən told yox, tell işlənər. Y variantında çıxardaq. Köməkçi feilin əsas feili yanaşı gəlib. A variantında çıxardaq. Didlə yenə told məsələsi var. C variantında çıxardaq. Cavab olacaq B variantı. İndi isə baxaq 18-ci suala. Bu da nəyə aid bir sualdır? Bağlayıcılara. Baxaq. Bunun bir yol var, o da tərcümə. Deyir, mən ona inanıram, etibar edirəm. Çünki o həmişə düz danışır. Because. İndi burada baxaq. Son nəticə bildirir. But təzad bildirir. Bu alternativ bildirir. Bu da təzad bildirir. Mən ona inanıram, baxmayaraq ki, düz danışır. Baxmayaraq ki, yalan danışır desəydi, əvvəlki olardı. Baxaq, suggest təklif etmək. To give an idea, yəni insanlara başqa bir şey təklif edir. Wind up. Wind up, külək. Və yaxud da qurmaq ola bilər. Wind up. Actually agree to something. Suggest nə deməkdir? Təklif etmək. Yəni verir, başqa insanlara ideya verir. Aha, onun üçün birə yazaq B. 2 wind up qurmaq, yəni bitirmək, feel məsələsi var. Onun üçün 2 C yazaq. 3-ə də qalır A. Approve deməkdir. Burada to accept, to allow və yaxud da məsələn, təsdiq etmiş deməkdir də. Onun üçün cavabımız nə olur? 1-ə B, 2-ə C, 3-ə A, yəni B variantı olacaq. Baxaq yoldaşlar. Menecer adam olduğuna görə, bunun qaydasını çox izah eləmişəm. Yəqin ki, burada cavab 20-də olacaq. Baxaq. Whose olmaz, özündən sonra isim lazımdır. Burada cansızlarla işlənir, işləmir ümumiyyətlə. Yəni, özündən sonra ol, yəni mübtəda gəldiyinə görə konkret şəkildə və bu canlı olduğuna görə cavab olacaq whom, C variantı. Cümlə özünüz qurarsınız. Ya da istəsəniz baxaq. Baxaq. Burada bizim şəxs əvəzliyimiz var. Şəxs əvəzliyindən başladıq cümləni. He. Yəni buraya yazaq 4. 4 ilə də biri başlayır. Hələ ki ilə cümləni o şəkildə quraq. He gave me. Hələ ki normal gedir. Feildən sonra da obyekt gəlib. Gave me beautiful flowers yəqin ki. Flowers. On my birthday, bəli. Süper bir cümlə. Exclama, yəni nida cümləsi. What if he was? Bir də bir problem görmədim. Baxaq. 4-də was he var. Was he sual cümləsi ilə 4-ləri çıxaq. What famous Z olmaz 3-də.
3-də səhv olduğu üçün cavab olacaq A variantı. Arasına mübtəda girməz. 23. Look at the mess. There must be someone responsible for. İndi baxaq burada məsələyə. 23-cü sualla özündən əvvəl gördüyünüz kimi proposition gəlir. Və propositiondan sonra nə gəlir? Gerund. O da B variantında gizlənmişdir. Baxaq bu son iki suala və writing task, yəni məsələyə. It's interesting. Burada da how people use, yəni iki sualdır. İkisi bir-birinə aiddir. It's interesting, maraqlıdır. How people use your invention. Baxaq. Burada da yəqin ki cavab olacaq. Interesting to see how people use your invention. Baxaq indi bunun izahına. İzaha qalsın. Bu sualı sizlərdən gözləyəcəm cavabını. Burada important, yəni vacibdir. Close the meaning. Cavab olacaq necessary. Çətin demək bu getdi. 2. Essential. Vacib. Və main başlıdır. 2, 3, 4. Cavabı olacaq. Gəlin baxaq buna. Təxminən 35 bir sözdür. Yerləşdirəcəm bir böyük ehtimal. İndi baxaq görək məsələ nə yerdədir. Dəyərli yoldaşlar, bunu da bu şəkildə əlavə edək. Çox sadədir ki, yəni ana ilə qızı ilk öncə pişirmək qərarı aldılar. Onlar bütün ingredientləri gətirdilər və təmizlədilər. Sonra o yan bu yan. Yəni yazdım bunu da. Sadəcə biraz bateriyam aşağı olduğuna görə sizə tam tərcümə edə bilməyəcəm. Bunu bu səhifədə artıq aydın şəkildə görürsünüz. Bunu da baxıb öz fikirlərinizdə yaza bilərsiniz. Cavabları da yenə olduğu kimi sizə sonda bildirəcəm. Yəni açıqlama qismində və yaxud da şərh bölməsində. İzlədiyiniz üçün təşəkkürlər. Bu sınağın 5 dənə əlavə nümunəsi var. Hər birinin izahı gələcək. Sağ olun, salamat qalın.